Ali məhkəmədə Cəlilabad sakinini, qadını, qətlə yetirib meyidini Fatmaya qəsəbəsi yaxınlığında yol kənarına atmaqda təqsirləndirilən Seymur Məmmədov və Nurlan Bağırovun kassasiya şikayətinə baxılıb. Xatırladaq ki, 2024-cü il yanvarın 10-da Fatmaya kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq izləri olan qadın meyidi tapılmışdı. Araşdırmalar zamanı öldürülən şəxsin Cəlilabad rayon sakini Yenigöy Rəhimov olduğu müəyyən edilmişdi. İstintaqla məlum olub ki, Seymur Məmmədov və Nurlan Bağırov hadisə günü paytaxtdakı kafelərin birində işləyən tanışları Yenigöy Rəhimov ilə görüşüblər. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qadını avtomobildə qətlə yetirib, daha sonra izi itirmək üçün meyidi Fatmaya kəndi yaxınlığına apararaq yolun kənarına atıblar. Məlumata görə hər iki şəxs əvvəllər dəfələrlə məhkum olunub və cəza çəkmə müəssisəsində tanış olublar. Hadisədən sonra Nurlan Bağırov ölkədən qaçıb. Bir müddət sonra Interpol xətti ilə Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 18 il azadlıqdan məhrum edilmişdi. Daha sonra apellyasiya mərhələsində Nurlan Bağırovun cəzası 17 il 10 aya endirilib. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda elan olunub ki, təqsirləndirilən şəxslər şikayətlərini geri götürüblər.